Siz heç belə bir şey görmüşdünüz? Maşınlar niyə tavandan asılıb? Salam hər kəsə, mən Batır Kəpək. Bu günləri yeni video ilə sizin qarşınızdayım. Bu videoda isə Babək prospektində yerləşən Bakı Avtomol haqqında danışmaq istərdim və oradan qısa da olsa bir video çəkmişəm, sizə təqdim etmək istərdim. Bakı Avtomol bildiyiniz kimi çox müasir bir kompleksdir ki, hansı ki bütün avtomobillərin belə deyək də sərgisi, nümayişi, alqısı, satqısı orada mümkündür və bildiyim qədərilə yeni bir proyekt də vardır ki, siz orada auksion ilə maşınlarınızı alıb və sata bilərsiniz. Və harda olmağımıza baxmayaraq bizi hər yerdə Tesla avtomobili qarşılayır. Burada da Tesla Model Y ilə qarşılaşdıq. Digər avtomobil isə bilirsiniz ki, Batır Kəpəyin arzusudur. İnşallah gələcəkdə nə zamansa reallaşar. Cybertruck avtomobilidir. Bu da Tesla avtomobilidir. Bilməyənlər üçün məlumat vermək istərdim. Çox adam Cybertruck'ın belə deyək də xarici görünüşünü bəyənmir, amma mən həm görünüşünə, həm də ki onun özəlliklərinə çox böyük önəm verirəm. İnşallah bir gündə onun incələmə videosunu sizlərə təqdim edərəm. Məlumat verdiyim kimi Bakı Avtomolda siz müxtəlif ölkələrin müxtəlif cür avtomobillərini görə bilərsiniz. İstər SUV, istər sedan, istər digər klass olan avtomobillər. Burada isə Zikr 001 avtomobilin qiyməti və xarakteristikasını görürsünüz. İndi isə digər mərtəbələrə doğru yönələk və digər mərtəbəyə qalxan kimi bizi Kia markasının K5 modeli qarşılayır və onun qiymətini də görürsünüz. Ümumiyyətlə bu stendin ətrafında Kia markasına aid olan avtomobillər çox idi və Batır Kəpək olaraq elektrik avtomobili çəkməsəm olmazdı. Bu bildiyim qədərilə 2024-cü ilə aid olan 4 çəkər Mercedes EGS 580 modelidir. Bu maşın ümumiyyətlə tam elektrikdir. Əgər əlavə məlumat bilirsinizsə, bu maşın haqqında rəy bölməsinə yaza bilərsiniz. Digər mərtəbələrə keçid etdikdə isə Natiq Zərbəliyevin, avtobloger Natiq bəyin videosunu görürük. Həmin videoda isə biraz öncə bildirdiyim kimi Bakı Avtomolda yerləşən auksion layihəsi var. Yəni bu TATS layihəsidir. TATS layihəsi haqqında siz internetdə axtarış edib məlumat əldə edə bilərsiniz. Mən Bakı Avtomolda ən çox bəyəndiyim hissə də o oldu ki, ümumiyyətlə burada müxtəlif çeşid avtomobillər var. Həm klassik, həm elektrik, həm benzin motora, həm belə deyək Jeep sevənlər, həm surf sevənlər, həm sedan sevənlər. Ona görə də Bakı Avtomola mütləq baş çəkməyiniz vacibdir və bu hissədə gördüyünüz kimi istirahət güşələri də var, həm uşaqlar üçün, həm də ki böyüklər üçün və ümumiyyətlə əgər bizim videolarını bəyənirsinizsə, həm səhifəni bəyənməyi unutmayın, həm də ki videonu bəyənməyi unutmayın. Ən sonda isə sizə necə də deyərlər, Baku style olaraq bir maşın təqdim etmək istəyirəm.